Aha. Uşaqlar, deməli, samı keçdi. Buradan average. Average nə idi, Zəhra? Ədədə arta taxırdı. Count nə idi, Nihat? Sən keçən dərs yox idi. Yox idi. Count sayır. Bilmirəm keçən and, or, if, bir də some if, count if, bax bunları keçəcəm. Nə qədər bacarsam keçəcəm, siz onları yazın, qeyd edin. Yəni başqa çarəniz yoxdur. Götürün. Rekordda gedir. Deməli, gəldi birinci and funksiyası. And zaten məntiqdən də bilirik, true false-dan da bilirik. Yəni akses keçənlər onu oradan da bilir. Bütün dediyim funksiyalarımız bərabərlə başlayır, amma burada sadəcə and yazıram. Funksiyanın adını yazıram. Gəldi, bərabəri qoydum, and yazıram. Bax, and yazan kimi buradan bu çıxır. Çıxdı. Deyir test 1, test 2. Yəni mən 255-ə qədər necə deyirlər? Burada qayda verə bilərəm. Düstur yoxlama apara bilərəm. Şərt verə bilərəm ki, yoxlasın. Yaxşımı? Və əldə belə idi ki, necə deyirlər? 99 dənə düzüm olsa, bir dənə səhvim olsa vurmadı da, hamısı səhv çıxacaq. İndi mən bax bu şərtdə deyirəm ki, təcrübəsi böyük olsun. Bir dəqiqə böyük işarəsi ingiliscə yazılır. Keçə ingilis dilində. Böyük olsun 3 ildə namizəd. Nöqtə vergülümü qoyuram. Sonra deyirəm ki, təhsil bərabər olsun. Baxın, bu birinci bax görürsünüz, bura ilə işləməyə bacaraq. Fikir versiniz, bura söndü, ikinci testim yazıb, yanıb. Deyirəm ki, təhsili bərabər olsun. Bir dənə bir şey yadda saxlayırıq ki, sözlər, yəni sözlər, hərflə yazılan nə varsa dırnaq içərisində yazılacaq. Aliyə və burada necə yazılıbsa, elə yazmalıyam. Ali. Dəqiq balaca ilə. Ali və dırnağı bağlayıram. Yenə şərt verə bilərəm. Burada indi başa düşdünüz yazılımı. Yəni gəlsin bu ümumiyyətlə xana ilə bu xananı yoxlasın. Təcrübəsi 3 ildən çox olsun. Təhsili də ali olsun. Mən belə bir şərt istəyirəm burada. Mötərizə bağladımsa aşağı söndü. Yəni mənim artıq 2 dənə şərt verirəm bu səfərlik. Enter vururam, deyir false. Niyə görə false verdi uşaqlar? Xədicə niyə false verdi? Başqa cavab vermək istəyən var. Yəni başa düşüb cavab vermək. Bəli, şərtə uyğun olan yoxdur. Onda nə edirəm? Ya uşaqlar bax, buradan ya 2 dəfə belə gətirib bu qara pirusu görürsüz. Ya bunu tutacağam bu şəkildə. Qara pirus, yəni 2 dəfə sol düyməni çıqqılladacağam. Avtomatik bu o deməkdir ki, Excel-də. Yəni cədvəlim qutarana kimi, bitişinə kimi bunu sürüşdür. Yəni bu funksiya. İndi baxın buradakı xananı D3 ilə Y3-ü aliyə bərabər eləyib. Görürsüz? Məsələn, İndi buranı bağlayıb, yenə buranı açıram. Bax, bu D2-dir, Y2-dir. Sürüşdürməkdir. Amma bu şəkildə də eləyə bilərəm. Bir dəqiqə. Buradan sadəcə qara pilosu gətirib, bir mouse'la bu şəkildə də çəkə bilərəm aşağı. Eyni şeydir ikisi də. Ya 2 dəfə çıqqıllatdınız, ya bu şəkildə oldu. Daha sonra, biraz yaxınlaşdırım. Yaxşı görünür ekran. İndi bu funksiyanı başa düşdük. İndi gəlin or funksiyasını yazaq. Or. Bəs oru neynəyəcəm? Bərabərdir, or yazıram. Uşaqlar, or belədir ki, və ya deməkdir da, ya bu şərtim uyğun gəlsin, ya o şərtim. Dəxli yoxdur. Axır bir dənə mənim düzüm olsun, o düz götürəcəm. Yəni 99 dənə səhvim olsa, bir dənə düzüm olsa, mən bu şərti qəbul edirəm deməkdir. Onda yazıram. Yenə eyni şərti verəcəm. Şərtimi necə vermişdim? Aytən. Nə yazmışdım burada? Eyni şərti istəyirəm.
Təkrar eləyə bilərsən. D2 böyükdür 3'ten. Bəli, D2 böyükdür 3-dən. Aha, nöqtə vergülümü qoydum. Sonra D2 bərabərdir dırnaq çıxışında Ali yazmışdı. bəli, bu bərabərdir. Y2 bərabərdir. Dırnaq içərisində yazıram Ali. Yazdım, bağladım. Mötərizə bağlamaya da bilərsin. Mən bağladım. Şərtim bitdi. Aha, Enter-i vururam, dedi false. Çünki mən 3 ildən böyük götürmüşəm. Yəni get 4 ili götür, 5 ili götür deyə. Birdən deyərsiniz ki, niyə olmadı? Məsələn, gəlib bu xananı mən dəyişib 4 il yazsam, enter vursam, true götürəcək. Yaxşımı? Dəyişən kimi olur false. Yəni funksiyanın bir işi bu yaxşıdır ki, xanaya müraciətin bir işi yaxşıdır ki, yəni burada dəyər dəyişəndə avtomatik burada cavabım da dəyişir. İndi yenə buradan 2 dəfə çıqılladıram. Baxın. Burada false almışam enddə, burada true almışam. Eyni şərtdir. Yəni burada biri ortada bir şərtim uyğun gəlmir. 5 il uyğun gəlir də, yəni 3 ildən böyükdür. Enddə onu false götürdü, orada true götürdü. Başa düşdük ənddən onun fərqin. Yəni bir dənə düzüm olsa düz götürəcək. Ənddə isə bir dənə səhvim olsa səhv götürəcək hamısı. Aydın uşaqlar. İndi keçək if funksiyasına. If şərt verir. Şərt verə bilərsən. Biraz bunu balacalaşdırım. Şərt verir if-nə. If yazıram. Bir də bunu qeyd edeyim ki, if necə deyərlər, I hərfi ilə yazılır. Yəni ingilis dilində if yazacaqsınız. Yəni ingilis dilində qeyd edəndə. Bir saniyə. Səsim gəlir. Bərabərdir. If yazıram. If. If'i buradan götürdüm. Aşağıdan götürmək daha yaxşıdır həmişə. Çünki mötərizə avtomatik açır. Deyir ki, test təyin elə. Location test. Location. Və testi təyin. Testi təyin edirəm. Nə təyin edir? Deyirəm ki, təcrübəsi 3 ildən böyük olanları götürsün. D2 xanası böyükdür 3-dən. Şərti qısa qoyuram. Qısa qoymuram. Burada bir dənə şərt zaten verə bilirik. Ardıcan da nöqtə vergülünü qoyuram. Deyir ki, value if true. Əgər sənin dəyərin düzdürsə, nə yazım? Ekrana yazı çıxartmalıyam. İstəsiniz, baxın. Bura dırnaq içərisində qoyub söz yaza bilərsiniz. Məsəl üçün, əgər şərtim düzdürsə, true çıxartsın. Yəni necə də plus çıxarsın. Yox, əgər şərtim səhvdirsə, baxın, avtomatik nöqtə vergülü qoyanda keçdi value if false. Yəni, indi səhv olanda nə qoyum? Onda da deyirəm ki, nöqtə vergülümü dırnaq içərisində minus qoyuram və mötərizəmi bağlayıram, enter deyirəm. Minus qoydu. Niyə? Burada 3 ildən böyük deyil. Mənə 3 ildən böyük qoyarım. Aha. Bu şəkildə aşağıya çəkəndə, yəni açanda görürəm ki, 5 il, məsələn, plus qoydu. Amma buna söz də yaza bilərik. Məsələn, yazaq ki, qəbul oldu. Yox, ingilislədə ona görə yaxşı yazmadım. Oldu. Məsəl üçün, qəbul olmayana boşluq da qoya bilərsiniz. Yəni də boşdur da, yəni məntiqlə bilir ki, qəbul. Həbə, boşluq atdı. Bu təzədən 2 dəfə çıxılladanda baxın, bu şəkildə
Buradan da gəlib buranı açmaq üçün 2 dəfə sıqılladıram, genişləndirir. Başa düşdünüz? Şey olur. Hər iki şərt ödənməlidir ki, true versin. Ənddə hə, orada yox. Orada biri Deyil. ödəndə bəsdir. If-də də bir dənə şərtdir. Hər iki şərt ödənsə olmaz. Hə, onu indi eləyəcəm. O if and-də olur, if orada olur. If təkcə bir dənə şərti götürür. Bax, qaydasına bir dənə. Burada mən bir dənə bərabərdir if yazım, sən gör. Bərabərdir if yazıram. Bax. Burada bax, location testi neçə dənə verib sənə? Bir dənə. Deməli, burada ancaq bir dənə test yaza bilirsən. Mən bunu yazdım, qutardım. Bu səfər də yazıram. Orta, Y2 bərabərdir. Məsəl üçün, aliləri axtarıram. Bir dəqiqə. Bu ingilis dilinə keçir. Dırnaq içərisində yazıram ali. Dırnağı bağladım. Bax, indi nöqtə vergülü qoyuram. Avtomatik test, location test hissəsi, yəni də artıq test eləyə bilmərsən, şərt yazmalısan. Şərt yox, yəni şərt yaza bilməlisən, keçməlisən, söz yazmalısan. Yəni dırnaq içərisində plus qoya bilərsən və yaxud da ki, dırnaq içərisində minus qoya bilərsən. Bu şəkildə. Mötərizə bağladım, enteri vurdum, aha, bu şəkildə. Başa düşdün? If-də bir dənə şərtdədir. Şərtdə, and-də orada 255 dənə. Başa düşdüm mənim. Aha. İndi gəlin if and-i, if or-u yazaq. Bəs bu görək nədir? Uşaqlar yazıram if and. Hə, bir də rus dilində kompüteriniz varsa, gələn rus dili, o keçir ingilis dilinə yaxşı olar. Yox, əgərlərim belədir, rus dilində işlətmək məcburiyyətində keçmirsə, mütləq şəkildə funksiyalarda rus dilinə tərcümə eləyin, yazın. Tərcümə məsələn, süni intellektdə yazırsan, tərcümə yazırsan ki, san funksiyası sumi yazır, yəni yazır göndərir sənə. Yəni rus dilində eləyirsən. Yəni çətin bir şey deyil. Sonra gəldim indi uşaqlar. Bu if and, if or necə işlədir? Baxın, bunu var ha, bunu kopyalayıram. Ctrl-C deyirəm. Atıram bura. Ctrl-V deyirəm. A. Hə. Attım bura. Bunu necə edirik? Bura yazırsan ki, if, bax, bunu yazdım, bunu çıxıladıram. Avtomatik bunu alır mötərizəyə. Bax, buranı. Artıq bu var ha, bax, end hissəsi, bax, buradan bura kimi, bax, bu mötərizəyə kimi. Bu böyük, qara mötərizə yox ha, bax, enddən başlayacaq, bu qırmızı mötərizə var ha. Bunun test hissəsi olacaq. If-in test hissəsi olacaq, baxın. Location test hissəsi olacaq. Mən nöqtə vergülü qoyduğum anda o test hissəsi bitir. Yəni şərt hissəsi bitəcək. Keçəcəm yenə dırnaq içərisində plus və yaxud da ki, dırnaq içərisində boşluq işarəsi qoyacağım. Bu şəkildə. Siz bu if and-i niyə işlədir? Çünki artıq burada mən 2 dənə şərt verə bildim. Sən deyən də sən istədiyin budur. Burada 3 dənə də şərt verə bilərsən, 4 dənə də şərt verə bilərsən. Yəni 255-ə görə and-ə görə işlədə bilərsən. Başa düşürsünüz? Sual var. Zəhra başa düşdün? Bəli. Baxın, enteri vururam. Qəbul eləmirəm. Bax, bu and-in dəyəri nədirsə ona görə yazacaq. Məsələn, üçüncüyə baxaq, üçüncüyə true yazın. Mən bunu yavaşca sürüşdürürəm. Bax, yavaş edirəm bu səfər. Bax, plus atdı. Burada true yazır, bura plus atdı. Ümumiyyətlə, buradan başlayıram aşağı. Burada true yazır, bura plus atdı. Bir də harda yazır? Burada yazır, bura plus atdı. Bir də axırıncıda. İndi gəlin oru. Oru məsələn, özümüz yaza bilərik. Yazaq if or. Bax, eyni bir şeydir. Kömək eləyən var, yazaq bir yerdə. Yəni, istəyən var, bir yerdə yazaq. Desin, yazın. Şərtin biri ödənsə polis atacaq, ödənməsə ikisi də ödənməsə minus atacaqdır. O
Hə, ikisi də minus. Yox, ay, şərtin yazılışını deyirəm. Hə. Hə. If or mötərizə. Yo, if mötərizə or. If yazdım. Mötərizə or. Aha. Yenə mötərizə. Mötərizə açdım. Hə. İndi şərt ver. D böyükdür 3-dən. D2. D2'deyim. D2. D Hə. böyükdür 3-dən. Götürdüm D2'ni. D2'ni. Böyükdür. 3-dən. Böyükdür 2'dən də yaza bilərik. Amma 3'dən yazaq. Çünki bu biri oradan yoxlayacaq. Sonra nöqtə vergül. Sonra. Y2 Hə. bərabərdir. Yo, böyükdür dırnaq içində. Yox, Ali. onu ya böyük indi söz ya Y2-də axı simvol sözlərdir. Sözlə ya. Sözə nə yazırdın? Bərabər ali. Bərabərdə ali. Hı. Dırnaq içində. Hə. Ay, yox, belə yazmırıq. Balaca ilə yazırıq. Ali. Orada necədirsə, burada da o şəkildə yazıram. Sonra Allah. mötərizə bağladım. İndi nə deyir? Hı. Deyəcəm bağlı. Yox. İndi sən oru yazdın. İndi if'in özü nə yazmalı? Bax, location testi. Bax, bitirdim. Nöqtə, bitirdim nöqtə. Bax, Biz qoya bilərik də. hə, plus minus. Bu şəkildə plus. Bir də 2-dən niyə qoydum? Bu nöqtə vergül. Yenə dırnaqda. Bunlar da dırnaqda yazılıb. Yadda saxlayırıq. Yaxşımı? Aha. Mötərizə bağladım. Все, enter vururam. Minus. Orada necə birincidə minus idi, false-dur. Burada da minus getdi. Çəkirəm və yavaşca aşağı. Nə bir olur? Hə. Yavaşca get. Bax, ikinci plus-dur. Biraz da aşağı gedirəm. Yenə plus-dur. Üçüncü nə idi? False. Minus oldu. Evet, aşağı sürüşdüm. Baxın, orada daha çoxdur bizim turlarımız. Çünki biri qəbul olanda, biri olmayanda qəbul eləyir. Aha. Sual var bunlardan. Sabit getmişik. Ya. Bir. Ya. Hə, yaxşı, əvvəl qızlar. Zəhra de. Onda əddən onun sadəcə fərqi orada həm plus minusu göstərir, amma əddə sadəcə plusları. Yox, onu özümüz qoyduq da. Məsələn, gəl bura, əndə bax. Mən bu girim, bura bir dənə plus atım. Minus atım sənə görə. Al, bu da minus. Enter vurdum, bax, indi minus yazdı. Hə, başa düşdüm. Yenə o dırnağın içərisinə var ha. Mən nə istəsəm yaza bilirəm də. Burada if-dən necə idi? Nə istəsə bu if-in şərtidir da. Yəni if-də sadəcə bir dənə verə bilirik deyənə. İndi bu location test hissəsi var ha. Sən bura getdin and or funksiyasını saldın. Birləşdirdin funksiyaları. İndi biz bunu Pythonda keçəndə görəcəksiniz. If şərti verəcək, altında yoxlama verəcək. Təxmini elə bir şeydir. Demək olar ki, eynidir. Orada daha yaxşı deyəsiniz ki, ay müəllimə, bu Excel-dən keçdiyimizdən uyğun gəlir. Başqa, Ayten sualın var. Xeyr. Xədicə, başa düşdün? Bəli. Yaxşı. Keçirəm indi digər hissəyə. Mənə samız adı getmişik. İndi Samın necə deyirlər? Asantların keçmişəm, biraz çətin versiyası qalıb. Daha keçəcəm. Dəqiqə, burada nəsə funksiya. Bax, bir dənə də sizə bir şey deyim. Bu Excel-də bax işləyirsiniz. Burada mən çox işləmişəm bu hissədə. Buna görə buranı seçirəm. Delete, enter, columns. Amma nəzarət edin ki, aşağı sütunlarda heç nə olmaz. Sətr üzrə versəm bu yazıların hamısı silinəcək. Row. Ona görə onu vermirəm. Bunlar lazım. Enter, columns. Çünki nə aşağıda məlumatım var, nə də yuxarıda. Sütun üzrə deyirəm, pozsun hər şey, delete eləsin. Niyə görə? Çünki bəzən burada rəng verirəm xanaya. Normalda belə backspace ilə silən və yaxud da delete ilə silən, amma o ilişib qala bilir.
Sonra funksiyada başlayır pozmağa. Yəni yazıram, bir də görürəm düz çıxmır. Nə qədər düz yazıram mən, görürəm düz çıxmır. Sonradan yadıma düşür ki, burada mən başqa funksiya işləmişdim. O ki, arxa planda qalıb. Ona görə delete vurun, təmizləyin həmin ərazini. İndi keçirəm adi samdan, bir də bütün if, sum if, sum if daha doğrusu sonra sum if'si yazacağıq. İndi onu keçirəm. Baxın, bərabər qoyuram. Yəni samı keçən dərs vaxtı Səid diqqətlə bax, təkrar gedir üstündən. Bir dənə sam. Amma sam if-lə if'si təzə keçəcəm. Yazıram sum. Burada bax, avtomatik aşağıda çıxır. Buradan götürdüm. Cəmləmək deməkdir. Məsələn, istəsəm buradan bir neçə dənəsini seçərəm. Bax bu şəkildə. Enter vuracam, cəmləyəcək bu ədədləri. Və yaxud da ki, yenə ben yuxarıdan yazım sam. Və yaxud da ki, necə deyirlər? Buradan yenə sam yazaram. Deyərəm ki, bax birincini topla. Nöqtə vergül qoy. Üçüncünü topla. Nöqtə vergül qoy. Altıncını topla. Nöqtə vergül qoy. Məsələn, 8-ciyi topla. Yəni G2-dən G4-ü, G6-nı, bir də G8-i topla deyirəm. Enter'e vurdum, topladım. Seçdim də. Amma birincini bu şəkildə seçmişdim. Düzdürmü? Bir də var ki, bax bu nöqtə vergül ayırır da, xanalar dənə-dənə yazırsan. Bir də var 2 nöqtə keçmişdik. Düzdürmü? Zəhra 2 nöqtə nə idi? Diapazon. Diapazon. Yəni, bax bunu əllə qeyd edəcəm. Yazıram. Bura G2-dir, görürsən? G, bir dəqiqə, böyük hərflə yazıyorum. G2. Bu şəkildə yazdım və avtomatik göyərdi. 2 nöqtə qoyuram. Yox, 2 nöqtə qoymadım. Hə, indi 2 nöqtə qoydum. Deyirəm ki, G8-ə kimi topla. Kimi, bax. G8-ə kimi. Yazıram G8. Bax, avtomatik hardan hara göyrəklə işarələdi. Yəni, sən bu hissəni seçmirsən. Enter'ı vurdum. Həmin ərazidə bütün ədədləri topladı. Başa düşdük bunu? Məsələn, belə də yaza bilərəm. Bərabərdir. Sam yazdım. Bu şəkildə. Deyirəm ki, G2-dən 2... Ay, bir də yazım. Əlim enterə dəydi. Bərabərdir. Sam. G2-dən nöqtə, 2 nöqtə, G8-ə, bax sonra yazıram, 2 nöqtə qoyuram. Deyirəm ki, G10-dan, bax bu şəkildə, G10-dan, baxın, G12 yazaq, çox ara buraxsın. Hə, baxın, qırmızı hara düşdü. G10-dan, 12-dən toplasın hara kimi, 2 nöqtə qoyacam. G16-ya kimi, çox uzağa getməyək ki, ekranda görünsün. Baxın. Bu diapazonla bu diapazon deyirəm topla. Enter vuracam, toplayacaq deyəcək. Başa düşdük. Yəni həm samı başa saldım, həm də diapazonu başa saldım. Sual olan var. Xeyr müəllimə. O birisindən keçmişsiniz. O birisindən bir də indi keçəcək. Sadələr keçmişik. Bax burada olan. Samavit. Yəni narahat olma, təkrar üstündən gedəndə biləcəksən. Sonra yazırıq sum if. Sum if. Sum if-də nədir? Bərabər qoyuram, şərtə görə toplama. Baxın, burada Mingəçevir var, yəni işlədiyi region var. Sonra vəzifəsi var. Sonra burada kateqoriya var, qadınların maaşı, kişilərin maaşı. Yəni təvəllüdlə ad soyada baxmayaq. Əsasən məsəl üçün Mingəçevir üzrə mən maaşları bilmək istəyirəm, tutalım. Belə deyək. Bir də bura böyüdüm. Yazıram. Bərabərdir. Mən buranı bir dənə belə eləyim. Bilirəm, yaxşı görünmür. Belə yaxşıdır, yoxsa bayaqki kimi? Deməli, yazıram sum if. Sum if.
Baxın, aşağıda if də var, ifs də var. İfi vurdum. Yəni bir dənə şərt. Ərazi və onun kriteriyası. Ərazi nədir? Ərazi böyükdür da uşaqlar. Kriteriyada hər hansı balaca bir nüans, düzdürmü? Ərazi burada nədir? İşlədiyi regionu seçə bilərəm, bir də vəzifəni seçə bilərəm. Gəlin işlədiyi regionu seçək. İşlədiyi regionu deyirdi nə? Yəni range deyəndə gəlib sütunun hamısını seçirəm. Və yaxud da işarələyirəm buradan bura kimi. Amma indi bizdə bu hamısını. FF nə deməkdir? Bütün sütun seçilib deməkdir. Nöqtə vergülü qoyuram. Bunun içərisindən deyək kriteriyasını seç. Artıq baxın kriteriya hissəsi tünd qara rəngdə oldu da qalın. Vurdum kriteriya, nöqtə vergülü qoydum. Sonra deyir ki sum range, yəni cəmlənəcək ərazini seç. Buradan da gəlirəm cəmlənəcək ərazi. Ərazi deyir də. Vso, ərazini seçdim. Enter'i vurdum. Mingəçevirdən olan, yəni aşağıda da Mingəçevir vardı. Nə qədər Mingəçevirdən insan var, yəni bu aşağı sürüşdürməyə ehtiyac yoxdur. Zaten hamısını topladım. Mənə dedi. Normalda baxın, bir dənə insanın maaşı 4378 manatdır burada. Amma bu topladı 40618 manatı mənə verdi. Başa düşdük Samifi? Ancaq Mingəçeviri hesabladı müəllimə. Bəli, indi məsəl üçün istəyirsən gəl Bakını hesablayaq. Nə Necə yazacaq? qoydu o? Bərabər. Mingəçeviri hesablasınca qoyduq. Necə yəni? Təhsil Mingəçeviri hesablasın deyə onu necə qoydu ora? Hə, gəl, Şərtdir. gəl yaxşı. Şərtə bax. Bax, bura bax. FF sütunu seçdim, ərazi. Görsən burada. Bir də F2-dədir də Mingəçevir, düzdürmü? Aha. Yəni get Mingəçevir tap dedim. Aha. Mingəçevir olan xananı mən işarə verdim ona ki, mən bunları axtarıram. Ha, bildim. Hə. Gəlin ikincisini köməkli yazaq. Yazım bərabərdir. Hansı funksiya idi? Sum. If. Hə, if. Yazdım. Sonra gəldim aşağıdan bunu seçirəm. Sonra indi deyək ki range. Range nə idi? Neyləyəcəm birinci? Diapazon qoyacaqdı. Diapazon yox. Sütunu seçəcəm. Ha da sütun seçib diapazon qoyacaqdı. F-dən F-ə. Hə. Sonra yazıram nöqtə vergülünü qoydum. İndi kriteriya nə istəyir? Bakını yazaq. Ya. Görək burada Naxçıvan axtaram yoxdur deyəsən. Yaxşı. Naxçıvan qoyulmuşsa yəni. Hə. Bakı. Seçdim Bakını. Yenə nöqtə vergülü qoydum. İndi ki sum range. Sum range nə deməkdir? Əmək haqqında J-yi qoyacaqdı indi. Hə. Qoydum. Enter vurdum. Hə, getdi Bakıda olanlar az imiş. 37705 manat. Başa düşdük. Zəhra, Aytən, başa düşdük. Ben Hə, yazırsınız da yəqin dəftərə. Dəftərlərin də şəklini sonra atarsınız. Dərs bitəndə. Ben beynimizə yazsaq olmaz. Yox. Mən bildim axı, də vərəq səsi gəlmirdi. İndi sum ifs. Yadda qalsaydı, yəni deyərdim ki, yazma, yadda qalmır. Yazıb Yadda qalmır. təkrar işləməlisən. Təkrar işləmək üçün lazımdır. Deməli, indi sum ifsə keçirik. Uşaqlar, sum ifslə bir də average ifsdədir bu fərqlilik. Bax, bunu qeyd eləyin. Baxın, sum ifsdə belədir ki, bərabərdir. Sum yazıram. Bir də ifs yazdım. Götürdüm bunu burada. Götürəndən sonra deyirəm ki, mənə deyir ki, sum range. Sum range nə idi Zəhra? hemen oradan sen de yetiştirmiştin. Maaş ərazisidir. Yəni sam özü cəmdir də. Cəmlənəcək ərazi deyir. İngilis dilində yəni tərcümə edəndə təxminən elə bir şey çıxır ki, cəmlənəcək ərazi, düzdürmü? Yəni bayaqdan mən kriteriya, range verirdim, yəni ərazilərimi verirdim. Daha doğrusu range kriteriya verirdim. Amma burada hər şey tərsinə verib. Deyir ki, sum range, birinci get cəmlənəcək ərazini seç. Bax, sum ifs budur. Çaşdıracaq sizi. Birinci cəmlənəcək ərazini seçəcəm, sonra gedəcəm kriteriyaları seçəcəm. Sum ifdə bir dənə şərtə görə mən Mingəçeviri deyirdim hesabla təkcə. Mingəçevirlilərin maaşını hesabla.
Amma burada çoxlu şərt verə bilirəm. Yəni burada da gedəcəm, GG seçəcəm. Yəni bütün sütunu seçdim. Gəldim 2 nöqtə vergülümü qoydum. Bax, kriteriya bir yandı. Kriteriya bir yanandan sonra gəlirəm, deyirəm ki, bu hissədən, regiondan yenə nöqtə vergülümü qoydum. Mingəçeviri. Yenə nöqtə vergülümü qoydum. Bax, kriteriya 2 yandı. Kriteriya 2-də də deyirəm ki, vəzifəsi baş müavin, direktor müavini olanları nöqtə vergül hesabla. Yenə getdim bunu seçdim. Yenə də şərt verə bilərəm. Məsəl üçün deyə bilərəm, cins kateqoriyasına da bölə bilərəm. Nöqtə vergül qoyaram, yəni 3 dənə şərt verdim. Yenə bunu seçdim və içindən də kriteriya. Bunu seçirəm. Yox, bir dəqiqə. Nöqtə vergül qoymadım. Pozduğunu bilirsin yazdım. Seçdim. Baxdınız buna. Enter vururam. Getdi hesabladı. Bu şəkildə. Seçəcək, hesablayacaq, deyəcək. Neçə nəfərdirsə, onların cəmi 4378. Deməli, direktorun müavini bir dənəymiş. Gəl bunun şərtini dəyişə bilərik. Məsəl üçün, cinsi pozuram buradan. Cins hansıda? D-dir. Bax, buranı pozuram. Pozdum. Enteri bu səfər vururam. Yenə bir dənədir. Gəlin ikinci satıcıları görək. Görək onlar neçə nəfərdir. Bərabər qoyuram. Zəhra, indi sən mənə kömək elə. Nə yazacağam? Sum if mötərizatı. Sum ifs. Yazdım. Ne hansı yapacağız onları? Yine yapacağız. Birinci nəyi seçirəm bax? Nədir burada? Yani, evet hesabladık. Hə. Hə, indi şərt vermək istəyirəm. Necə şərt ver? Nə istəyir? Bax, nə ürəyin istəyir, şərt verə bilərsən. Təvəllüdündən girsə, onun Yox, təvəllüdünə girmədi. Çünki hamının təvəllüdü eynidir ki, məsəl üçün sən Mingəçevirdən, burada məsəl üçün xanımlar indi mən biləndə 10 nəfərdir. Təkcə vura bilərsən xanımlar maaşına şeyləsin. 141 nəfərdə kişi var burada. Daha sonra məsəl üçün Mingəçeviri dəqiq deyə bilməyəcəm sayın. Necə deyirlər? Satıcılardan çoxdur məsələn. Onların maaşı sürücülərdən çoxdur. Bax, sürücü, nağdı burada ikisi var. Özü biri Salyandandır, öyle o birisi də Salyandan. Salyandan olan sürücülər seçə bilərik. Seçək. Ben Hə. Regionu vuracam. Düzdürmü? Yuxarıdan. ben Vurduq. Sonra nə edəcəm? Yox. Onu da eləyə bilərik. Amma asan üsulu budur. Bərabərdir. Yox. Mədə şaşırdım. Nöqtə vergül Salyanov seçərsən. Bax, sütunu seçdin, gedirsən Salyanı seçirsən. Yəni o elə yazmada, yəni o səhv çətinlik çəkəcək. Bəzən olacaq ki, Səlyan sözündə səhv görərsən, onu düzəldərsən. Və yaxud da nəsə olacaq, o düzəldərsən. Xanıya müraciət elə. Sonra yenə nöqtə vergül qoyuram. Məsəl üçün, vəzifə sütununu seçirəm. Yenə nöqtə vergül qoyuram. Sürücüləri. Dedim ki, Səlyandan olan sürücüləri. İndi enteri vuranda. Aha, bir maaşı o qədərdir. 1000 manat burdandır. 1000, hə. 1 manat burada. İndi bir dənə də adam var aşağılarda kimdirsə. Görək kimdir, belə görə biləcək. Belə axtarmaqla tapa bilməyəcək. 151 nəfərin içində. Hə, deyil, buradadır. Bu şəkil. Başa düşdük onu da. Sual olan var. Ayten başa düşdün. ben İndi keçirəm average-ə. Average bildir ki, ədədi ortadır. Düzdürmü? Bərabər buradan yazmam. Bax. Yaxşı, buradan yaz, başlayaq elə. Bərabərdir. Average. Baxın. Götürdüm bunu.
Seçəcəm. Yenə eynən sam kimidir. Sadə sam kimi. Nə qədər ərazidə varsa 3 dənə ədəd, 4 dənə ədəd onu topla. Məsələn, bunu gəlin belə yazaq. Məsələn, 3, 4, 5, bax, bir də 6 yazıram. Gəlin burada bərabərdir, average yazıram. Götürdüm onu. Seçirəm bu hissəni ki, bunları toplayacaq. Böləcək sayını. 4,5. Yəni özünüz də toplasaz, bölsəz, deyəcəksiniz ki, hə, 4,5-dir. Daha sonra burada var. Bir də if yazacaqdım. Average if. Bir dəqiqə. Bu da şərt. Yenə sum kimi şərt verəcəm. Deyəcəm, buradan seç. Hə, mötərizənin bu tərəfində qalıb. Hə. Buradan seçəcəm, şərt verəcəm, nöqtə vergülümü qoyacam, Mingəçevirdən olanları toplasın, bölsün sayını. Nöqtə vergülümü qoyacam, bir də cəmlənəcək ərazini, enteri vuracam. Gedəcəm Mingəçevirdə işləyənlərin, elə ki, maaşının ədədi ortasını deyəcək də mənə. Ortalama bir insana nə qədər maaş verir? Düzdür, bu düz çıxmır, çünki birinə 4000 nə qədər veririk, birinə 1174 manat veririk. Yəni, ortalama bir insana 1400 manat verə bilərik. 1400 manat 62 qəpik. Sonra average ifs var. Bunda necə yazacağıq? Çünki demişdim, sum ifs-lə average ifs-də fərqlidir. Aytan, nə idi onun fərqi? Qeyd elədim. Sum ifs-də nə idi fərq? Aytana cavab gəlmir. Bərabərdir, yazıram. Aytan, nə tez yadından çıxdı? Average ifs. Burada average range yazıb yenə. Yəni, ədədi ortası tapılan hissəni birinci yaz. Yəni, hesablama aparacaq rəqəmləri hansı hissə mən toplayacam, böləcəm. Onu deyir birinci yaz. Seçdim, nöqtə vergülümü qoydum. Sonra gəlirəm, yenə şərt verirəm. Burada artıq yenə də çoxlu şərt verə bilərik. Nöqtə vergüldən sonra bu sütunu seçirəm. Nöqtə vergül, Mingəçeviri seçdim. Məsəl üçün, bu səfər ümumilikdə belə bir şey yaza bilərəm. Baxın, bu üzrə də işləmək olur. Vəsiyo, mötərizə bağlayacağım. Enteri vuracağım. 1390 manat. Bu şəkildə. Sual var. Yoxsa? Çox olmadı uşaqlar. Zəhra, çox olmadı. İndi keçək kanda. Bunları pozuram. Average ifs yoxdur, müəllim. Yazdım da. Qalxıyır. Hə, yazdıq. Bax. Bu average ifdir. Yenə eyni şey deyil samdan. 2. Eynidir. Demək olar ki, eynidir. Eyni funksiyadır. Burada da average ifdir. Prosta biri ədədi orta tapır, biri cəmliyir. Bildim. Qeyd edeyim. Bax, bunlardır. İçərisi də bu şəkildədir. Açım göstəreyim. Bunun da içərisi bu şəkildədir. Bir dəqiqə. Bir dəqiqə. Hə, burada. Neçə funksiyadır ki, müəllim? Birazın orada keçdi. Çoxdur funksiya. Funksiya eyni qədərdir. Amma siz hamısını keçməyəcəksiniz. Biraz keçək. 20 dənə təxmini keçəcəm. Baxın, açıq şəkildə budur. Ekran şəkli çəkmək istəyən, yəni
İstəsəz bu cədvəldə ataram, yəni işləyərsiz üzərində. Yəni necə istəsəz. Siz cədvəl atanda biz ona girə biləcəyik. Hə, icazə açıb göndərəcəm. Köçürdüyü adi fayl kimi köçürdüyü kompüterə açacaqsınız. Все. WhatsApp-dan sürüşdürüb atacaqsınız, işlədəcəksiniz. Bunu da istəsəz çəkib götürün, screen eləyin. Bu şəkildə. Hə. Bağladım da. Buranı bağladım. Keçək. İndi bunları pozuram. İçərisində nə var hamısını pozdum. İndi keçək count funksiyasını. Görək count neyini? Count sayır. Nəyi sayacaq? Ədəd, rəqəm, boş xana, sətir, simvol, yəni simvol da sayır. Yəni düzü count saymır. Amma count A, count blank var. Count if var. Bu şəkildə bərabər qoyuram, count yazıram. Bax, bu şəkildə çıxır. Çıxdı. Seçdim. Bu sütunu vururam. Baxın, başdan. Sütun üzrə artıq seçirəm. Enter vururam. Deyir ki, 100 manat şəklində. Funksiyası qalıb deyən onun. Dediyim şeydir, funksiya qalıb arxada manatın. Ona görə bu 151-dir uşaqlar, sıfırlara şeyləmin, qəpik kimi görsənmə. 151 xananın dolu olduğunu göstərir. Yəni, əmək haqqını saymadı. Təkcə rəqəmlər. Məsələn, buradan gəlin eyni funksiyanı yazaq. Bərabərdir count yazıram. Seçdim bunu. Baxın. Burada bax 5 dənəsini seçirəm. Gəlin necə eləyək? Buradan seçək. Əmək haqqı bir yerdə 3 dənəsini seçirəm. G1-dən G3-ə seçdim. Enter vurdu. Bax, ikisini yazdı. Nəyi götürmədi o? Birinci şey bir xanasında əmək haqqı yazılı gedir. Hə. Deməli, count yazıları götürmür, hərfləri götürmür, ancaq rəqəmləri götürür. Yaxşı mı? Məsələn, boş xana qoyaq bura. Gəl birinci bunu funksiyaymış gibi. Bozdum bunu. Hə, dedi bir dənədir. Yəni bir dənə rəqəm olan xanamız bu şəkildə. Qaytardım. Dedik. İndi gəlin count A yazaq. Count A. Görək bu nə iş görəcək. Yazıram, bərabərdir. Count A. Enter bırax. Yox, Enter'i niyə vurdum? Seçəcəkdim, Enter vurdum. Deyir ki, qəbul. Buradan 5 dənəsini seçirəm ki, çünki aşağı vursam hamısı gəlir. Deyir ki, 5 dənə dolu xanam var. Burada ben hardan seçmişəm? G1-dən G5-ə kimi seçmişəm, düzdürmü? 4 dənə rəqəmdir, bir dənə də əmək haqqı sözü. Mənə verir dəyər 5. Nəyi də gör? Hansını götürdü? Yazılar da gör. Yazılar. Deməli, count A hərfləri də götürür, rəqəmləri də götürür. Amma boş xanayı yenə götürməyəcəm. Mən buradan gəlib bunu vurub pozsam, bu tərəfə keçsəm, deyəcək 4 dənədir. Bu adamın maaşını aşağıya görə təyin eləmişim. Bu şəkildə. Başa düşdük. Yazıram count blank. Peki. Şunu unuttum. Bir bərabər count. Count blank. Deməli, görək bu nəyi götürəcək? Bax. Seçirəm. G1-dən G6-ya kimi götürdüm yenə. Enter vururam. Mənə balaca tire çıxartdı. Nə demək istəyir o? Heç bir xana qoyub. Bəli, count blank boş xanaları seçir. Yəni gəlib mən buradan birini siləm, daha doğrusu ikisini siləm. Pozdum. Yox, elə birini silib pozdum. Bax, deyir ki, bir dənə. Burada format qalıb, ona görə bu 0-1 yazım.
Deyir ki, bir dənədir. Yaxşımı? Məsəl üçün, gəlin birini də pozuram. Deyir ki, bax, iki dənədir. Burada funksiyadır deyən, hə? Şey. Count blank boş xanalarda seç. Amma bir şey yadınızda saxlayın. Bax, mən gəlib burada count blank yazıb bərabərdir. Count. Yəni, gələcəkdə ofis işində işləsəz, bu səhv eləməyin. Bax, bunu buradan belə seçsəm ki, geçsin boş xanaların hamısını tapsın. Bir də aşağıya baxaq. Bax, bu aşağıya 10.000 nə qədər xana var ha. Gedib hamısını götürəcək. Çünki sütun üzrə seçmişəm. Baxın. Getdi hamısını götürdü. Yəni, bunu sütun üzrə seçmək olmaz. Gedib aşağıda nə qədər boş xana var, götürəcək hamısını. Mənim cədvəlim hara kimidirsə, onu götürə bilərəm. Yaxşımı? Ocaq bunu, məsələn. Bu da bu şəkildə aşağıya kimi. Yəni, sürüşdürəcəm nə qədər ərazimə lazımdırsa, hamısı. Və yaxud da ki, adı ilə qeyd edəcəm. Məsəl üçün, G 152-yə kimi da, G1-dir. G2-dən 152-yə kimi, yəni bilirəm, neçədə bitir, elə əlimdə. Hə, bax, G2-dən 152-yə, bu da yazdım. Hə, sıfırdır, boş xanam yoxdur. Başa düşdük. Sual var. Çox olmadı. Səs gəlmir. Demək ki, çox olmayıb. İndi yazıram count if. Görək bu nə işi görəcək. Bərabərdir. Count if. Şərt verdi. Deyirəm ki, Mingəçevir üzrə, yəni neçə nəfər Mingəçevirdən də o tapmaq istəyirəm. Mingəçevir sütununu seçirəm. Nöqtə vergülü tap qoyuram. Deyirəm ki, get Mingəçevirdən olan insanları seç. Enteri vuracam. 29 nəfər Mingəçevirdəndir. Gördük. Məsəl üçün, bərabər qoyum. Yenə count if yazım. Baxın. Sütunu seçirəm. Nöqtə vergül qoyuram. Mingəçevirdən olan, yox, Mingəçevirdən. Bu sütun üzrə işlədiyi region üzrə Bakıdan olan insanları seç. Enter vuracam. Burada 29 idi. Dəqiqə. Hamısı 29. Hə, bunlar 29 idi uşaqlar ya da 29 yazmışım. Bir də seçirəm. Bu səfər bu şəkil vururam. Bu səfər də xaçmazdan olanları deyirəm seç. Xaçmaz. Enter. 28 nəfərdir. Başa düşdük kondifi. Yəni sayır. Şərt verirəm ki, xaçmazdan olan adamları say. Neçə nəfər region üzrə neçə nəfər xaçmazlı işçimiz var. Bu şəkildə. Bir də qaldı count ifs. Bəs bu görək nə işi görür. Bərabərdir. Yazıram ki, count ifs. Götürdüm bunu. Yenə. Məsəl üçün, cins sütunundan kateqoriyaya görə deyirəm ki, seçdim bunu. Nöqtə vergülümü qoyuram. Necə eləyim? Həm ora görünsün, həm bura. Bir dəqiqə. Bunu poza uşaqlar. Bunu biraz balacalaşdırım. Belə. Görünür belə. Yazıram. Bərabərdir count if. Daha doğrusu ifs. Seçdim bunu. Deyirəm ki, cins sütunundan xanımların xanım Mingəçevirli. Xanım olsun, Mingəçevirdən olsun. Mingəçevirdə işləyən xanımlar. Yenə nöqtə vergül qoyuram. Gedirəm region üzrə nöqtə vergül qoyuram. Mingəçevirə seçirəm.
Nöqtə vergül qoyuram. Bax yenə şərt qoya bilərəm. Amma məsələ deyə bilərəm ki, getsin baş mühasibləri tapsın, amma o az olacaq. Çox olmayacaq. Elə ona görə ehtiyac yoxdur. Şərti bağlayıram. Enter vururam. 3 nəfərdir. Baş mühasib Mingəçevirdən 3 dənəymiş. Elə yazdıq. Və elə yazdıq. DD sütunu. Yox. Baş mühasib seçmədik. Təkcə xanım Mingəçevirləri seçdik. Bonus verəcəklər. Premiya. Belə deyək. Uşaqlar, bax funksiyalarımız bura qədərdir.